Ay işten gelmişim. Oh. Ben sana araba yok dedi. Ay Celil. Ay kızım, ay Celil. Ay kızım, ay Celil. Bəli, hoş geldin. Atlatma. Ne tersin ay kızım? Nasılsınız? Sağ ol ay kızım. Keyfine falan et. Habercilik kimi çıxmasın. Ana qonşularla dalaşdı. Kimden davaş kızım? Qonşularla satış yolda getirdi. Bizden pul götürüp qonşuya borç verip dedi əlim bizden ödüyordu. Ümid etmişim ha. Kızım. Ay kızım. Gör ne diyeyim? Ne kadar götürmüştün cebimden pul bilmedi. Öyle biz cebimizde 500 yok dedi. 500'ünü götürdü. Doğrudan değilse ha? Ne demiş? Oy doğrudan. Ay kızım. Komşunun yine kimdeydi? O Südabe'yle dalaşırdı. Yolda Elmira size o gün evden kopmuş be. Kızı gezeyen. Niye buraya gelmesin kızı gezeyen? Geldi kızı. O Elmira'nın kızı. Bak böyle gelinlerdi. Kaynatayla kaynananın arasını vuran böyle gelinlerdi. Bakın ibret alın. Evet, aşağıya bak. Ana qayıtı dedi ki vaxtında o bir nəfər də ona getseydi indi belə bədbəxt olmazdı dedi. Mənim arvadım deyir sözü. Mənim arvadım deyir. Vaxtında bir nəfərə getseydi. Dedi. Çok bir oğlu uğraşı kızardı o. Hadi de uğraşı kızardı. Sen çok bir oğlum kızardı. Senin de. Hadi. Tersiz. Hiç davayla inanan yok. Hayata her şey eləməyəsən. Bu bilirsiz necə bir gəlindi? Bak. Qaynanandan acıqlı qalır. Qaynanadan acıqlı qalır. Gəlin yalandan xəbər edir qaynataya, qaynatayla qaynananı qızdırır bir-birinə, özü qalıb belə baxır. Belə gəlinlərdir ev yıxır. Elə sən belə gəlinliyi eləmirsən, elə axırı belə olur. Gəl bırak, nə deyim? Namussuz gedin cibinizə baxın. Ev yok kızım, ev yok. Mənə oradan bir çay getir. Başka ne var ne yok? Çay getir. Yoxsa biraz tərkibində pivə var. Ata. Axşam siz dersi qalın. Kim içip pivə nedir oğlum? Biz ərtədə qaynana oturduk. Siz de yediniz. Ama dedi ki ay bala. Əlim bilməsin. Mən də o tərsiləsin. Dedi ki atam gələndə ona da dedi. Mənim arvadım pivə içir. Efes. Mənə dedi atom bilməsin. Mənə tərcüməsi bildirdi. YouTube'da tərcüməsi yazıldı ki evdə gələndə ona da verir. Bildim arkadaşım, bildim. O ne vaxt o sözü dedi ki vaxtında başkasına getseydim. Dünənlərim Sara xala ilə söhbət edirlər. Sara xala dedi ki sənin də cavanlığın getdi. Göndər şəkillərə baxında blanket səni istəyirdi. Dedi anası qoymadı. İndi ona getsəydin maşınlarımız edərdi. Sən acıyalaraq bir yaşamazdın. Mənim arvadım deyir. 50 ildir bir yastığa baş koyduğum arvad indi 50 il əvvəli fikirləşir hə? Dedi. Gəlsin o köpək oğlun qızı indi mənimlə danışar. Gəlsin. Mən adımı vermə ya. Ya narahat olma. Gəlin mənə bax. Bəlkə deyirəm səni bu qəşəng iş var, ora düzəldim səni. Nə işi? Xəbərçi işi. Oynayacağım indi dəniz gezdə aşkım. Hə, xəbərçi işi. Bəlkə səni... Bu da mənim sənin yaxşılığındır. İstəyirəm ki sənin boynunun dalı qızarmasın. Mən sənin yaxşılıq edirəm. İndi də xəbəri var. Arvadın qızdı. Bu da mənim sənin yaxşılığım. Mənim boynumun dalı, mənim oğlum sənin gəlin gətirəndə qızarmışdı. Ay gəlin. Mənim mənim oğlum qızartdı o vaxtı. Bundan 15 il əvvəl. Gəlin, narahat olma. Mənim boynumun... 15 il əvvəl bu fikirləri məsəl çalmışsan, Mən 5 il gəldim. O bir oğlan dedi. Ev yok. Mən... Belə gəlindən adamın boynunda bir yer qalmaz. Oğuzlu gəlim o gün mənə deyirdi ki, mən 5 il bunlarla yaşadım, çürüdüm. Allah səni də bəxtin atdı, başqa evə çıxadım. Dedi qaynatan sırdır. Alqaş olmuş dedi. Gəlin dedi, mənə dedi, arqad olmuş. Narahat olma, onsuz evi sənə verəcəm mən, ev sənindir. Sonra nə dedi? Qaynatan evin başımızın tadıdır dedim. Sən Paramıza qalsın, qaynanamdan zəhər getirə, sən yaxşı var. Allah kimi, narahat olma, onsuz ev axırıncı gəlindir, axırıncı oğlanındır, mənə ev sənindir, rahat ol. O gəlin nə vaxt deyib? Köçürdülər, köçməklərdə bir gün qalmış. Doğru. Ne dedi, gəlin gedirsən dağladı, onu yalandan ağladı. Sonra sən çıxanında dalında verirəm. Nə danışır? Valla. Evlərin və ailələrin qaynatanın qaynanaya, qaynatanın oğula, oğlu qaynanaya, qaynananın ikinci gəlindən, birinci gəlindən, birinci gəlindən oğluna, böyük oğlundan ikinci oğluna vuran gəlin tipi.